Salam, hər vaxtınız xeyir olsun, hörmətli abituriyentlər. Bugün mən sizinlə 2020-ci il 14 avqust 2-ci qrupların blok imtahan suallarını müzakirə edəcəm. İlk sualda tənliklər sistemidir. Ortaq məxrəci gətirsə x, y-də yuxarıda y çıx x 3.5 alınır. X, y2 verildiyi üçün y çıx x 7 eləyir. Bizdən x çıx y istədiyi üçün cavab -7-dir. İkinci sualda burada m üstəgəl 1 faktorialı biz m faktorial vur m üstəgəl 1 yazsaq, m faktoriallar ixtisar gedəcək. Deməli, m üstəgəl 1 5-dir, m 4-dür. Sualları şahidlər ekranda görüldüyü sırayla müzakirə edirik. Yəni, ardıcıllığın pozulmasına görə üzrlü sayın. Burada x 3-də 8 bölünsün 3-də 5 üstəgəl 2 tam 5-də 2-dir. Yəni 3-də 8 vur 5-də 3, üstəgəl 5-də 12. Bu 5-də 20 eləyir. X-i tapırıq ki 4-dür. Gətirib x-in yerinə 4 yazsaq 0.1 vur 4, 4 üstəgəl y. 3 böl 15. Burada ixtisar gedir 5-də 1. Y üstəgəl 4 bərabər olur 5 vur 0.4. Yəni 2 eləyir. Y 2 çıx 4 -2 alınır. 8-ci sualda AB parçasını veribdir. Parça üzərindəki nöqtə birinin uzunluğu digərinin uzunluğunun 26%-ni təşkil edən iki hissəyə bölür. Yəni biz bura x yazsaq, bura %26x düşəcək. Bunların fərqi %26x 74-dür. %74x 74 elədiyi üçün x 100-dür. Deməli, bura 100 düşür, bura 26. AB'nin uzunluğu 126'dır. Üçüncü sualda düzgün dörtbucaqlı prizma dediği üçün oturacağını kvadrat düşünəcəyik. Düzgün dörtbucaqlı, oturacağı kvadrat olan prizmanı çəkdik. Diaqonalı 8 santimetrdir. Baxın, prizmanın diaqonalı 8'dir. 8 və oturacaqla 60 dərəcə əmələ gətirir. Biz buradan proyeksiyasını çəkirik, 60 dərəcə yazırıq. 30 dərəcənin qarşısı oturacağın diaqonalı 4-dür. Deməli, hündürlüyə düşür 4 kök 3. Oturacağın diaqonalı A kök 2 bərabər 4'dür deyə A'ya düşür 2 kök 2. Prizmanın həcm düsturu S oturacaq vur H'dır. Oturacağın sahəsi 2 kök 2'nin kvadratı 8 vur, hündürlük də 4 kök 3'dür, cavab 32 kök 3'dür. 9-cu sualda bərabər yanlı trapesiyanın oturacaqları 7 və 25'dir. Baxın, biz burada diaqonalı 20'dir, oturacaqları isə 7 və 25. Yan tərəflərə C yazsaq. Burada bizim hazır düsturumuz var şagirdlər. Diaqonal kvadratı AB üstəgəl C kvadratdır. Bu düsturu bilmirsinizsə, yəni düsturu əsasən yazsaq, 20 kvadrat bərabərdir 7 vur 25 üstəgəl C kvadrat. Buradan 400 çıx 175, 225 C'ni 15 taparıq. Digər üsul isə bərabər yanlı olduğu üçün hündürlük çəkdik. Ortadan çəkmiş olsaq əgər bura 7, 18 çıx, 25 çıx, 7, 18, bura 9, bura 16 qalır. Diaqonal 20 olduğu üçün, mən bu 20'ni silim. Diaqonal 20 olduğu üçün bu hündürlüyü Pifaqorla 12 tapırıq. Sonra buradakı düzbucaq şu bucaqdan C 15 alınır. Perimetr olur 30, 32, 62. Dördüncü sualda biz yuxarını vuruqlarına ayırsaq x çıx 2, x üstəgəl 1. Bölünsün x üstəgəl 3, x çıx 2. X çıx 2'lər ixtisar olunacaq. X'in yerinə 2 yazsaq, cavab 5'də 3 alınır. Yəni 0.6. 10-cu sualda burada 5 və x'in yerini dəyişsək, 5 üstü loqaritma 2 əsasdan x, üstəgəl 5 üstü loqaritma 2 əsasdan x 50'dir.
2 dənə eynisi olduğu üçün 2 vur 5 üstü loqaritmik əsasdan x 50. Deməli 5 üstü loqaritmik əsasdan x 25-dir. Yəni 5-in kvadratı. Buradan alırıq ki, loqaritmik əsasdan x 2-dir. Deməli x 4-dür. Gələk 26, 5-ci sualda 26 şagird var. Şagirdlərin statistik qiymətləri verilmişdir. Şagirdlərin aldığı qiymətlərin medianını tapmamızı istəyir. Şagirdlər 26 şagird var, 4 dənə 2 var. 9 dənə 3 var, 9 dənə 3. Bu artıq eləyir 13 nəfər. Sonra 7 nəfər 4 var. Və 6 nəfərdə 5 var. Bu da 13 nəfər edir. Cüt sayda element olduğu üçün median ortadakı iki elementin ədədi ortasıdır. Baxın 13 və 14-cü. Buradan median olacaq 3 üstəgəl 4 bölü 2, 3 onda 5. Bu mediandır. Orta qiymət. Moda isə ən çox təkrarlanan 3-dür. 11-ci sualda bərabərsizliyi ödəməyən tam ədədlərin sayını tapın. Bu bir üsul bu ifadənin hər tərəfin kvadrata yüksəltməkdir. Çünki modul olduğu üçün bərabərsizlik kvadrata yüksəltmək olar. Buradan da sola keçirtdik. Kiçikdir 0. Biz buradan x çıx 2 üstəgə x kvadrat çıx x çıx 2. Bir də x çıx 2 çıx x kvadrat üstəgəl x üstəgəl 2 kiçikdir 0 alır. Buradan x kvadrat çıx 4 vurulsun. X kvadrat üstəgəl 2x kiçikdir 0 alarıq. Biz bunu vuruqlarına ayırsaq nə alarıq? X çıx 2 vur, x üstəgəl 2 vur, x üstəgəl 2 vur, x kiçikdir 0. İntervalı çəkdikdə -2, 0, 2. Köklər daxil deyil. -2-nin qüvvəti cütdür. -2-nin qüvvəti cüt olduğu üçün sağında işarə, solda da təkrarlanır. Bizə mənfiləri lazımdır. Cavab 0-dan 2-yə. Bir dəqiqə üzr istəyirəm mən. Burada sola keçirtdim. İşarələri düzgün düzmədik. Çünki burada baxın, mən yerlərini səhv yazmışam. Bu 2-lər islah olunur. 2-lər islah olunur. 2x çıx x kvadrat alınır. Baxın, ona görə bərabərsizliyin axırında cavab səhv alınır. İşarələri də silim. Köklər eynidir, düzdür. Burada, baxın burada, -x kvadrat üstəgəl 2x-dir. Ona görə x çıx 2, x üstəgəl 2 vurulsun 2 çıx x vur x. Burada artıq -2 yox, müsbət 2 kökü təkrarlanmış olur. Müsbət 2. Və burada x baş həddə əmsalı mənfi olduğu üçün mənfi, müsbət. Burada da mənfi olacaq, çünki cüt qüvvətdir. Sağ solunda işarə eynidir. Müsbət, mənfi. Bərabərsizliyin həlli, bax, bu iştirixlənmiş hissədir. Ödəməyən ədədlər -2, ödəməyən ədədlər -2, -1, 0 və 2. 4 dənə ədəd ödəmir. Bu sualı şagirdlər biz belə də yaza bilərdik, daha qısa. Baxın, buradan yazacağım. Modulda x çıx 2 kiçikdir. Vuruqlarına ayırsaq, x çıx 2, x çıx 1. Sola keçirtdikdə modulda x çıx 2 ortaq çıxır. 1 çıx modulda x çıx 1 kiçikdir 0 alınır. Burada bu həmişə müsbətdir, 2-dən fərqli olmaq. 5-ci sualın cavabı aymış. Deməli 1 çıx x çıx 1-i 1-dən kiçik 0-dan kiçik yazmalıyıq. O zaman x çıx 1 modulda 1-dən böyükdür. Bərabərsizlik bu şəkildə həll olunur. 12-ci sualda BAC-ni 65 dərəcə verib. Deməli ABO da 65-dir. 130 bura 50 qalır. Xarici bucaq 130 dərəcədir. AB qövsünü istəyir. Bura 130 olduğu üçün burada 50-dir. Yəni bu 50 dərəcə burada mərkəzi bucaq ilə qarşısındakı qövsdə 50 olası. Kompleks ədədin modulu şagirdlər 3 çıx 2i kvadratının modulu
bərabərdir modulda 3 çıx 2-nin kvadratına. Bu da 9 üstəgəl 4-ün kvadratıdır. Cavab 13-dür. 13-cü sualda kürənin mərkəzindən 8 santimetr məsafədən kəsik keçirilmişdir. Baxın. Və bu kəsiyin sahəsi 36-dır. Bu mərkəzi kəsiyi olsun bunun. Deməli, 36 pi bunun dairədir də. Kəsiyin də sahəsi pi kvadratdır. Ona görə bu kiçik radiusu 6 tapırıq. Bu hissə 6-dır. Mərkəzdən 8 santimetr məsafə olduğu üçün biz buranı birləşdirsək, kürənin radiusunu 10 taparıq. 19-cu sualda kökaltı ifadə modulu ilə açılır. Bu da modulda kök 7 çıx 2. Mənfi didiyə əksinə açılacaq. Müsbət olan olduğu kimi açılır. Cavab 2-dir. 14-cü sualda hasilin törəməsinə baxsaq, biz hasilin törəməsində birincinin törəməsi vur ikinci, üstə gəl x kub vur, ln kvadrat x-in törəməsi. Burada şagirdlər nə etməlidir? Baxın, 3x kvadrat vur ln kvadrat x üstə gəl. Hər hansı bir f kvadratın törəməsi 2f vur f törəmədir. Yəni 2 ln x vur ln x-in törəməsi vur x kubu. Buradan alırıq ki 3x kvadrat ln kvadrat x üstə gəl ln x-in törəməsi 1 bölü x vur x kub vur ln x-dir. Bu bununla ixtisar gedir. X-in yerinə y yazsam ln kvadrat y üstə gəl 2y kvadrat ln y. Bu 1 ln y də 1 5y kvadrat olur. Cavab B variantı. 15-ci sualda vektorlar paraleldir, yəni kollineardır demək istəyir şagirdlər. Kollinear vektorların nisbətləri, komponentlər nisbəti bərabər olmalıdır. Buradan m-i mənfi 12 tapırıq. 6 böl n-dir burada. N isə mənfi 2 tapılır. Hasilləri müsbət 24 edəcək. 20-ci sualda paralelogramın bir tərəfə bitişik bucağın tənböləni qarşı tərəfin üzərində kəsişir. Biz bu tipli çox suallara baxmışıq şagirdlər. Bura alfa alfa, buradan da bura beta betadsa, buraxılış imtahanında da bu suallar düşmüşdü bizim bir dəfə. Buradan nə alırıq? İti bucaq 30 dərəcədir deyə 2 alfaya 30 yazıram, alfa 15 dərəcədir. Çarpaz bucaq burada alfa 15'dir. AB'ye A yazsam B'm A'dır. Beta beta olduğu için burada 75 derecedir. Burada beraber yanlı 3 bucaq. Bura 2A. Perimetre 6A 48 olduğu için A 8'dir. Onda böyük tərəf 16'dır. Paralelogramın sahəsi 8 vur 16 vur sinus 30 derece. 2'də 1. O da ixtisar gedir. Cavab 64 alınır. 21-ci sualda kəsirin sürətində sinus 20 üstəgəl 15 bölünsün 3 sinus 15 yazıram. Sinus 35'dir. Bu sinus 35'lər ixtisar gedir. Cavab 3'də 1 qalır. 16-cı sual yaxşı sualdır. Şagirdlər, köklər cəmi m çıx 3, köklər hasili mənfi 5m'dir. Kvadratlarının cəmi x1 kvadrat üstəgəl x2 kvadrat. Müxtəsər vurma düsturuna görə cəminin kvadratı çıx 2x1 x2'dir. Deməli biz yazmalıyıq m çıx 3'ün kvadratı çıx 2 vur mənfi 5m. Nə alıram? M kvadrat çıx 6m üstəgəl 9 üstəgəl 10m. Buradan nə alınır? M kvadrat üstəgəl 4m üstəgəl 9. Ən kiçik qiymət olması üçün burada biz 2 variant yaza bilərik. Məsələn, birinci variant m üstəgəl 2 kvadrat üstəgəl 5 yazırıq. Ən kiçik qiymət 5'dir. M-in hansı qiymətində? Bura 0 eləməlidir, mənfi 2 qiymətində. Bax, şagirdlər bəzən 5 cavabını qeyd edir, amma səhv olur da. Bizdən M istəyir. İkinci variant nədir? Burada aldığımız bu ifadənin törəməsini tap. Bax,
2m üstəgəl 4 0, m-i tapırıq ki, -2-dir. Üçüncü variantda mənfi b bölü 2a parabola olan təpə nöqtəsinin koordinatları düsturudur. 17-ci suala baxacağım. Trigonometrik tənlikdir. Kəsrin sürətini biz sıfıra çevirməliyik. Amma kökaltı ifadənin müsbət olduğunu nəzərə almaqla. Kosinus 4x-ə 1 yazdıq. 4x 2 pi k'dır. X-i tapırıq ki, pi k böl 2'dir. Pi k böl 2 şagirdlər 90 dərəcənin misillərdir. Baxın 0, 90, 180, 270 və 360. Bu 4 dənə nöqtənin hər biri ödəyir. İndi burada nə görürük biz? Burada nə görürük? X pi k bölü 2 biz sinusun müsbət olduğunu nəzərə almalıyıqsa yalnız 90 dərəcəni düşünəcəyik. Ona görə doğru cavab pi bölü 2 üstəgəl 2 pi k'dır. 22-ci sualda x kvadrat çıx 8x üstəgəl 21. Bu ifadəni biz x çıx 4 kvadrat üstəgəl 5 yazsaq, ən kiçik qiyməti neçə görürük? 5. Onda y-in ən kiçik qiyməti kök altda loqaritma 5 əsasdan 5, yəni 1'dir. Doğru cavab A variantı. 23-cü sualda ifadənin tam rasional olması şagirdlər, tam rasional ifadə bir hədli və ya çox hədlidir. Yəni, dəyişəni məxrəcdə olmamalı. Burada məxrəcdə olan x elə etməliyik ki, baxın, a kvadrat üstəgəl 3a üstəgəl 2 vur x. Biz məxrəcdə dəyişən olmasını istəmiriksə, o zaman buradakı a kvadrat üstəgəl 3a üstəgəl 2 0 etməlidir. Buradan da a'ların hasili müsbət 2 alır. 18-ci sualda üçbucağın bucaqları 1, 2, 3 nisbətindədirsə, alfa, 2 alfa, 3 alfa, 180, 6 alfa, 180 olduğu üçün alfa 30 dərəcə alınır. Deməli, düzbucaqlı üçbucaq 30, 60, 90 üçbucağı imiş. Kiçik tərəfə x yazanda böyük tərəf 2x olur. X və 2x'in cəmi 6'dır. 3x 6, x 2'dir. Deməli, bura 4, bura 2, bura 2 kök 3. Yəni, P3 bucaq 6 üstəgəl 2 kök 3'dür. Doğru cavab C variantı yox, C olmayacaq. 2'ni ortaq çıxardırıq, D variantı. 24-cü sualda parabola apsis oxuna toxunursa, şagirdlər, parabola apsis oxuna ya yuxarıda ya aşağıda toxunursa, kvadrat tənliyin bir kökü var deməkdir. Bu da diskriminantın 0 olmasıdır. Diskriminant burada 4 vur k çıx 1'in kvadratı çıx 4 vur 3 vur 2k çıx 5 0 etməlidir. Buradan 4 vur k kvadrat çıx 2k üstəgəl 1 çıx 12 vur 2k 24k üstəgəl 60 0 alır. 4k kvadrat çıx 8k üstəgəl 4. Çıx 24k üstəgəl 60 0'dır. Buradan nə alırıq? 4k kvadrat çıx 32k üstəgəl 64 0. 4'ə bölsək k kvadrat çıx 8k üstəgəl 16 0'dır. Deməli, k çıx 4'ün kvadratıdır. Buradan k'nı 4 tapırıq. 25-ci suala baxaq. Tərəflərin uzunluqları 5 və 8 olan düzbucaqlının, şagirdlər, düzbucaqlını biz fəzada maili şəkildə çəkməliyik ki, A təpə nöqtəsindən perpendikulyar qaldırılmışdır AK. Uzunluğu 6 veribdir. AD-ni verib 5, AB-ni verib 8. Deməli, BC də 8. Buradan mən burada bu 6'dır. Hipotenuz BK-nı birləşdirsəm 10 olacaq. Bizdən KBC üçbucağının sahəsini istəyir. Baxın, birləşdirirəm buranı. Üçbucaq KBC sahəsi düzbucaqlı üçbucaqdır. 5 vur 10 bölü 2, 25'dir. Niyə belədir, şagirdlər? Çünki
proyeksiyası AB'dir. AB'ye perpendikulyardır. BC xətti. Düz xətt proyeksiyaya perpendikulyardırsa, onda mailə də perpendikulyardır. Buradan məsələ 25 tapılır. 26-cı suala baxaq. Artıq orada situasiyaya ardıcıl baxacaq. Beta bucağının kotangensinin 2'də 3 verir. Biz burada perpendikulyarlıq görürük. Bir düz xəttdə perpendikulyar olan iki xətt müstəvidə paraleldir. Onda bura çarpaz bucaq betadır. CO 12'dir. AC-ni tapmamızı istəyir. Kotangens beta bitişik katetin qarşıya nisbəti 3 bölü 2'dir. Deməli 2x 36'dır deyə x-i 18 tapırıq. 27-ci sualda şagirdlər, mən bir nümunəni izah edeyim. Burada n çıx 5/3 kvadrat sıfırdırsa, deməli n 5/3 olmalıdır. Bu natural olmadığı üçün 5/3'e yaxın olan iki natural ədədi yoxlayacağım. A5 bizə verir 5 tam %9, A6 verir 5 tam %49. Yəni bu bundan böyükdür deyə ən kiçik həddi 5 tam %9'dur. C variantı. İkincidə n-ə 6 yazdıqda ən kiçik olacaqdır. 5 tam %4. A variantı. Üçüncüdə amma n üstəgəl 5 0 eləsə n mənfi 5'dir. Burada ən kiçik hədd n-ə 1 yazdıqda olacaqdır. N-ə 1 yazsaq əgər, n-ə 1 yazsaq. Burada 6 36 eləyir. 5 də gəlir üstə 41 olur. B variantı. Həmin illərdə şagirdlər birinci qruplara isbat düşmürdü. Mən sadəcə burada sizə əlavə yazdırdığım testlərdə bu isbatları soruşmuşam deyə bura özümdən yazdım bunları. Situasiyaya baxırıq. Silindr formasında abidənin səthini işıqlandırmaq üçün abidə divarından 3 metr məsafədən uzunluğu 10 pi uzunluqlu çevrə boyunca projektorlar quraşdırılmışdır. Deməli, burada 2 pi 10 pi'dir, radius 5'dir. O zaman içərdəki silindrin radiusu, yəni abidənin radiusu 2 olur. Abidənin divarı ilə projektorların quraşdırıldığı çevrə arasındakı ərazinin sahəsini tapmaq üçün biz 28-ci sualda pi vur böyük dairənin sahəsindən silindrin oturacaq dairəsinin sahəsini çıxmalıyıq. Bu da 5'in kvadrat çıx 3'ün kvadratı 16 pi edəcək. 29-cu sualda deyir ki, hündürlüyü 6 metr olarsa səthinin sahəsini tapın. İndi biz silindrin oturacaq radiusunu 2 tapmışıq, hündürlüyü 6'dırsa, yan səthin sahə düsturu 2 pi r vur h'. Bu da 24 pi edəcək. 30-cu sualda deyir ki, abidəni ziyarət edən baxın bu qədər adam var. Nə qədər edir? 96, 54, 150 nəfər cəmi abidəni ziyarət edən şəxs var. 51 Azərbaycan, 45'i Türkiyədir. Sualda nə deyir? Təsadüfi seçilmiş bir nəfər seçdiyi üçün mümkün halsa 150 nəfərdir. Həmin abidənin simvolu hədiyyə kimi verilir. Bunun Azərbaycanlı və ya Türkiyə vətəndaşı olması ehtimalı. Əlverişli hallar sayı. Azərbaycanlı 51 idi, Türkiyə 45. Ona görə də 96 nəfərdir. Səhv eləmirəmsə 51-45'dir. Bəli. Ehtimal olacaqdır 150'də 96. Bunu da 3'ə ixtisar aparsaq 32'də 50 və ya %64 deyə bilərik. İsbata baxaq şagirdlər. Çevrənin A nöqtəsindən AB diametri və AC vətəri çəkilmişdir. AB diametri və AC vətəri çəkilmişdir. Deyir ki, C nöqtəsindən AC-yə bərabər CK qədər uzadılmışdır. İsbat edin ki, AB ilə BK bərabərdir. Baxın, biz buradan nə edə bilirik? BC-ni birləşdirsək. Bucaq ACB 90 dərəcədir. Görürük.
Deməli, üçbucaq ABC kongruentdir üçbucaq KBC-yə. Niyə? Çünki median, baxın, median verilib, tərəfləri bölüb. Həm də hündürlük var. BC həm hündürlük, həm mediandır. Deməli, bu üçbucaqlar eynidir. Buradan çıxır ki, AB BK-ya bərabərdir. Bu sualı başqa cür belə eləmək olar ki, bu toxunan kimi düşünüb, bura 90-dırsa, buradan da digər bir paralel çəkib məsələni həll etmək olardı. Amma ən yaxşısı elə biləm, ən qısa olanı budur. Hər birinizə uğurlar arzulayıram. İmtahanın sonuna çatdıq. Növbəti qəbul imtahanı müzakirələrində görüşərik. Sağ olun.